Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Xalq artisti Röya Ayxan Instagram'ın hikaye bölməsində tamamilə fərqli, avantgard üslublu fotosunu paylaşıb. Şəkildə sənətçi qara, tamamilə dəbdəbəli və moda tərzdə hazırlanmış geyimdə görünür. Dantelli bədənə oturan qara libas onun həm zərifliyini, həm də güclü karizmasını ön plana çıxarır. Diqqət çəkən əsas detal isə başındakı kompozisiyadır. İri qara güldən ibarət şapka və ona dolaşan parıltılı, zərgərli kişini xatırladan İran formasında aksesuar. Bu detallar görüntüyə həm sənətkarlıq, həm də simvolik sirr qatır. Röyanın tünd qara dodaq boyası və kəskin makyajı obrazın moda havasını tamamlayır. Əllərindəki iri daşlı bilərzik və üzük, eləcə də qayğı ilə çəkilmiş uzun qara manikürü onun güclü, özünə inamlı imicini daha da vurğulayır. Qollardakı iri və detallı tatu isə fotoya fərdi, kəskin və bir qədər də rebel toxunuş əlavə edir. Ümumilikdə görüntü Röya Ayxanın yenidən fərqli imic axtarışında olduğunu, sənətdə cəsarətli eksperimentlərlə davam etdiyini göstərir.